Dünyanın torpaq fondu dərsini izləyirəm. Burada da əsasən Azərbaycanın torpaqlarından danışacağıq. Burada cədval var. Birincisi var kənd təsərrüfatı təminat torpaqları dünyada 37%-dir, 31,5%. Meşədə digər torpaqların yararsız torpaqlar, yaşayış məsələn 31,5%. Azərbaycanda isə kənd təsərrüfatı torpaqları 55,8-dir, 11,8% meşədir, digər torpaqlar isə 32,4-dür. Gəlin Azərbaycan torpaqlarından danışaq. Burada bir ölkələrə baxın. Bu kənd təsərrüfatı təminat torpaqları, becərən torpaqlar təxmini bilirsiniz var. Rusiya, Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya, Hindistan, Argentina və çox da əsasən çöl təbii zonaları götürə bilərsiniz. Belə Azərbaycan torpaqları. Azərbaycan dil düzənlikləri əsasən boz qonur, boz çəmən torpaqlarıdır. Məsələn, boz çəməni, boz qonur deyə bilərik Abşeron, Qobustandan Cənubi Şərqi Şirvan, digər Kür-Araz ovalındakı ərazilər isə boz çəmən deyə bilərik. Azərbaycan əsasən düzənliklərimizi nə deyəcəksiniz? Boz qonur, boz çəmən torpaqları demək olar. Bu bizim işimizi asanlaşdırır. Şərq Ordubad düzənliyində boz torpaqları deyə bilərik. Amma burada yazıb Qanı Xəriçə və Lənkərandan başqa, Şovlar meşəsindən başqa. Deməli, burada məsəl üçün pambıq daha çox əkilir. Sonra burada şoranlaşmaya məruz qalmış ərazilər var. Bax, Kür-Araz ovalığında şoranlaşmaya məruz qalmış ərazilər var. Abşeron yarımadasında da, bir də Şərq Ordubad düzündə. Bu üç ərazi deyəcəksiniz. Kür-Araz, Abşeron, bir də ki, Şərq Ordubad, Naxçıvanda. Bu şoranlaşmaya qarşıdır. Bunun başlıca səbəbi bax, suvarılmanın düzgün aparılmaması, düzgün suvarılmırlar, həddindən artıq suvarırlar. Məsələn, Kür-Araz ovalığında da şor quruntusular, minerallaşmış quruntusular yer səthinə yaxındır axı. Həddindən artıq su verirlər sahələrə. Qarşı bu yeraltı quruntusular qalxır yuxarıya, ərazi neyinir? Şoranlaşır. Deməli, əsas səbəb deyəcək ki, düzgün suvarılmanın aparılmaması. Başlayaq, bu oldu düzənliklərimizin torpağı, əsasən boz torpaq deyəcəksiniz. İndi dağlarımızın torpağına baxaq. Burada bir dağ şəkli çəkim. Ona əsasən də başa salım. Deməli, şabaldı torpaqlar. Neçə metrə qədər ərazilərə aiddir? 800 metrə qədər ərazidir. Dağ ətəyi və alçaq dağlıq. Deyək ki, uşaqlar, bu 800 metrə qədər nə deyəcəksiniz? Şabaldı torpaqlar deyəcəksiniz. Bunlar dağ çöllərində olur, şabaldı torpaqlar. Şabalıdır. Əsasən mülayim isti iqlim olacaq. Və bunlarda baxaq görə nə yazıb. Bax, burada da iki yerə bölünür. Tünc şabalıdır, açıq şabalı deyə bölünür. Böyük və kiçik Qafqaz dağlarının ətəyində, Ceyrançöl Acınoğurda nə deyəcəksiniz? Tünc şabalıdır. Yəni şabalıdı torpaq iki yerə bölünür. Tünc şabalıdır. Bir də açıq şabalıdır. Deməli, tünc şabalıdı harda olub? Böyük və kiçik Qafqazın ətəyində, bir də Ceyrançöl Acınoğurda tünc şabalıdır. Burada da uşaqlar dəmiyə olacaq. Dəmiyə götürəcəksiniz. Amma açıq şabalıdıda ərazi, quraq ərazilərdə olur. Burada isə suvarma götürüləcək. Deməli, Gəncə haradadır açıq şabalıdır? Bax, Gəncə Qazax, Mil Qarabağ. Hələ kiçik Qafqaz dağlarının ətrafıdır da sanki. Samudəvəçidə də müəyyən qədər var. Gəncə Qazaxla Mil Qarabağ üzərində açıq şabalıdır. Dəmiyə qismən suvarma, əkinçilikdir. Burada nə əkilir? Bax, üzüm, taxıl, kartof, tərəvəz. Gəldik dağ meşəyə. Bu dağ çölləri idi də, şabalıdı torpaqlar, dağ çölləri deyək. Sonra 700-800 metrdən 2000 metrə qədər dağların demək olar orta hissəsi. Nə deyəcəksiniz bunlara? Dağ meşə. Yuxarıda yazıram. Dağ meşə torpaqları deyəcəksiniz. Bu iki yerə bölünür torpaqları. Deməli, dağ meşənin torpaqları deməli mülayim isti və soyuq iqlimdə olur. Düşür. Deməli, dağ meşə mülayim isti, soyuq iqlim. Dağ meşə iki yerə bölünür. Bax, qonur torpaqlar, bir də qəhvəyi torpaqlara bölünür. Dağ meşə iki yerə bölünəcək. Qonur, bir də ki, qəhvəyi torpaqlar deyəcəksiniz. Qonur və qəhvəyi torpaqlar adlanacaq. Deməli, qonur torpaqlar və qəhvəyi torpaqlar müəyyənləşdirildi. Burada amma başqa bir məlumat verilib. Dağ-qara torpaqları yazıb, ardıcıllıq belə yazıb. Bu da dağ çöllərində dağ-qara torpaqları hansı rayonlardadır? Şamaxı, İsmayıl. Ən məşhur torpaq bilirsiniz də dağ-qara torpaqdır. Azərbaycanda tam zolaq təşkil eləmir.
Qurşaq şəklində uzanmır. Amma bəzi rayonlarda var. Şamaxı İsmayıllı, Xocavənd, Gədəbəy. Bura bir də Daşkəsəni də əlavə edə bilərsiniz. Daşkəsəni də götürə bilərsiniz ki, orada da qara torpaq var. Deməli, dağ meşələrdən danışırdı. Bax, burada yazıb ki, bax, qonur torpağında danışaq, bax, qonur torpaq haqda yazıb. Deyir ki, rütubətli olan ərazilərdə və soyuq iqlimdə. Deməli, dağ meşə ikiyə yerə bölündür. Qonur və nə qəhvəyi torpaq deyəcəksiniz də. Qonur torpaq meşələrin yuxarısında olacaq. Meşənin yuxarı hissələrində qonur torpaq olacaq. Və iqlimi nə olacaq? Soyuq iqlim olacaq. Yaxşı. Və hansı ağaclar olacaq? Fıstıqla vələs. Fıstıq və vələs ağaclarının altında hansı torpaq olacaq? Qonur torpaq deyəcəksiniz. Yadınızda saxlayın, qeyd edə bilərsiniz. Fıstıq, vələsin qonur torpaqlar. Sonra qəhvəyi torpaqlar isə daha quraq ərazilərdə olur. Daha quraq ərazilərdə olur və dağların aşağı hissəsində yerləşəcək. Və mülayim isti iqlimdə yerləşəcək. Bu isə palıd ağaclarının altında olacaq. Quraq ərazilərdə, nisbətən quraq ərazilərdə qəhvəyi torpaq olacaq, mülayim isti iqlim. Ümumiyyətlə, dedik ki, dağ meşə 2 dənə iqlimə düşdü. Mülayim isti ilə soyuq. Məsələn, qonur torpaqlar daha rütubətlidir, soyuq iqlimdir deyəcəksiniz, torpağı da fıstıq vələs. Daha doğrusu fıstıq vələsin altında olur qonur torpaq. Qəhvəyi torpaqlar əsasən mülayim isti iqlimdədir, palıd ağacların altında olur. Nisbətən quraq ərazilərdə olur. Sonra 1800-2000 metrdən 3000 metrə qədər deyək ki, nə olacaq? Dağ çəmən. Dağ meşədən sonra nə gələcək? Dağ, çəmən torpağı deyəcəksiniz. Dağ çəmən deyəcəksiniz. Dağ çəmən torpaqları deyəcəksiniz. Bu 1800-2000 metr, 3000 metrə qədər torpaqları ibtidai toflu çimli deyəcəksiniz. Burada nə məqsədlə istifadə olunur? Biçənək, otlaq, bir də arıçılıq deyə bilərsiniz. İqlim də ki, soyuq iqlimdir. Biraz da dağ tunduraya da düşür. Yadınızda saxlayın. İqlim soyuq iqlimdir, müəyyən qədər də dağ tunduraya düşür. Torpağı ibtidai toflu çimli. Sonra, burada alüvyal çəmən meşə torpaqları var. Alüvyal çəmən meşə torpaqları hardadır? Bu düzən meşələrimizi deyəcəksiniz, bax. Deməli, bu dağları bitirdik də, yəni dağ çöllərdə şabalıdı oldu, dedik bunları, dağ meşə, dağ çəmən, sonra qayalı buzlar gəlir. Bu belə. Sonra gəlir, bax, düzən meşələrimizin torpağı, alüvyal çəmən meşə torpaqlarıdır. Bu hardadır? Düzən meşələrimiz. Şollar düzü, Qanıxayırçay, Kürboy, Tuğay meşəsi. Düzən meşələrimizdən biri də Lənkərandır. Onun torpağı sarı torpaq deyəcəksiniz. Tarış dağlarının ətəklərində də sarı torpaq var. Ümumiyyətlə, Tarış dağlarında qəhvəyi də var, qonur da var. Sarı torpaq, düzən meşələrin torpağı Lənkəran ovalında olacaq. Digər düzən meşələrimizin torpağı alüvyal çəmən meşədir. Harda oldu? Şollar, Qanıxayırçay, Kürboy, Tuğay meşələri deyəcəksiniz. Lənkəranda Nərkili, Çaylı, Mənfəyoxu, Tütün, Bezərli, Faraş tərəvəzçiliyidir. Sonra burada hidropon var, kokopit var. Hidropon məsəl üçün burada göstərir. Suyun içərisində də belə bitir də. Məsələn, İsraillilər daha çox istifadə edir. Suda bitir, torpaqda yox. Və suya məsəl üçün minerallar qatırlar və orada bitkilər bitir. Məsəl üçün İsraillilər Arava səhrasında bu işlə məşğuldur. Kokobit isə kokos meyvəsinin qabığından hazırlanır, preslənib, o su tökülən üzrə açılır və torpaq kimi istifadə eləmək olar. Belə. Dərsimiz bu qədərdir. Məsələn, bu dağı şəklin dəftəri çəkib öyrənə bilərsiniz. Sağ olun.